Mehriban ve bağışlayan Allah'ın adıyla. Bildiğimiz kimi mübarek Ramazan ayında elə bir gecə var ki, o ilin bütün gecələrindən üstün bir gecə təqdim olunur. Məhz o gecə Qədir gecəsidir. Allah Teala Kur'an-ı Kerim'de buyurur: Bismillahirrahmanirrahim. İnna anzalnahu fi leyletil qadr. Biz Kur'an'ı Qədir gecəsində nazil etdik. وَمَا أَدْرَكَ مَا لَيْلَةُ الْقَدْرِ. Baxın, gecə nə qədər əzəmətlidirsə, Rəhman və Rəhim olan Allah, aləmlərə rəhmət olan Peyğəmbərə, elmi kan, kain, ma yəkun, keçmiş, indi və gələcək bütün elmləri bilən, agah olan bir ali şəxsiyyətə buyurur ki, o elə bir gecədir ki, onun əzəmətini sən bilməzsən, onun olduğu kimi onu sən dərk etməzsən. Davamında buyurur: Leylətul qadri xayrun min əlfi şəhr. Qədir gecəsi 1000 aydan üstündür. Və məhz həmin gecə Qur'anın nazil olduğu gecədir. Ümmətlər içərisində ömrü ən az olan, az yaşayan sonuncu Peyğəmbərin ümmətidir. Yəni bizlərik. Tarixdə var, Peyğəmbər Salavatullahın yanında Bəni İsraildən bir kişinin 83 il Allah yolunda vuruşduğu, cihad edildiyi söylənilir. Peyğəmbər Salavatullah məyus olur, buyurur: Ya Rəbbəl aləmin, nədən mənim ümmətimi az, qısa ömürlü etmisən ki, onlar bu savabları əldə edə bilmirlər. Yəni, Bəni İsraildən bir kişi 83 il əgər Allah yolunda vuruşubsa, bu onun cihad müddətidir. Amma ömrü daha çoxdur. Bizim ümmətin statik orta yaş 60-70 arasıdır. Yəni, çox da ola bilər, az da ola bilər. Amma 10 nəfər, 20 nəfəri götürmüş olsaq, mən danışa-danışa elə izləyicilərimiz, səsimi eşidənlər dünyasını dəyişənlərə baxsa 63, 65, bu 60-70 arası dəyişir. Peyğəmbər Salavatullah bunu söylədikdə Allahın vəhy mələyi Cənab-ı Cəbrail vasitəsilə Allah bu ayəti nazil edir. Buyurur: Ey Allahın Rəsulü, sənin ümmətin az ömürlü olmasına baxmayaraq, Allah bu az ömürdə elə bir gecə verib ki, o 1000 aya bərabərdir. Əgər hesablamış olsaz, əlinizdə telefon, kalkulyator varsa, 1000 ayı biz ilə aya, günə çevirmiş olsaq, 84 il neçə ay eləyir? Yəni, 83 il Allah yolunda cihad edənin hadisəsini eşidəndə Peyğəmbər Salavatullah məyus olub Allaha üz tutaraq buyurur ki, nədən mənim ümmətimi az ömürlü, qısa ömürlü etmisən, uzun ömürlü edərdin, onlar da bu savaba nail olsun. Amma buyurur: Leylətul qadri xayrun min əlf şəhr. Qədir gecəsi 1000 aydan üstündür, 1000 aydan xeyirlidir. Allah rəhmandır, rəhimdir və Peyğəmbər Salavatullahın ümmətinə bu gecəni bəxş etməklə Allah 1000 ay yaşayıb hansı savabı əldə edə biləcəyimiz o potensialı, o imkanı, o qüdrəti bizə bəxş edib. Ona görə Qədir gecəsi ilin ən üstün gecəsidir. Onun hər saatı ilin bütün saatlarından, hər anı ilin bütün anından üstün bir andır. Çalışağın Qədir gecəsində Allahdan çoxlu dualar edərək bağışlanmağımızı, tövbəmizin qəbul olmasını və xüsusilə Qur'an oxuyaq. Çünki Qur'anın nazil olduğu, Qur'an Allah kəlamıdır. Allah kəlamı kəlamların şahı, sultanıdır. Biz Allah kəlamını oxuyaraq qəlbimiz, vücudumuz, ruhumuz nura qərq olar. Allah bizi məhz Qədir gecəsində nazil olan Qur'an-ı Kərimi oxuyub, ona əməl edib, onun nuru ilə işıqlanan
nurlanan kəslərdən qərar versin inşallah. Allah bu Ramazan ayında edilən bütün dualarımızı qəbul eləsin, qəlbimizdən kini, küdurəti, şeytanəti, vəsvəsəni kənar eləsin, qəlbimizi iman nuru ilə nurlandırsın və bu Qədr gecəsi hörmətinə Allah sonuncu imamımızın gəlişi ilə yer üzərindən haqsızlığı apararaq haqqı, ədalətsizliyi aradan apararaq ədaləti, zülmün, sitəmin, nifaqın kökünün kəsilərək sülhün, əmniyyətin yer üzərində bərqərar olmasını təmin etsin. Amin. Ya Rəbbəl aləmin.